biz birinci unutmamalıyıq ki, bəylər də insandır. Onlar da bir ananın övladıdır. Necə ki xanımlar, elə də bəylər. Yenə də rollardan söhbət, paylaşımlardan söhbət gedir. Yenə də xanım əgər yüklənirsə ki, mən saçımı süpürgə eləmişəm və yaxud nə. Burada xanıma mən olsaydım bir sual verərdim xanıma ki, saçımı süpürgə etdim deyəndə siz nəyi nəzərdə tutursunuz? Bəli, biz bəzən necə ki bəylərə yüklənirik də, deyirik ki, belə qazanmalıdır, eləməlidir, al belə otaq, maşın və s. Mənim üçün biznes elə belə. Tamam, bu bəy insandır da, bu bəyin də belə deyir, super gücləri yoxdur ki, o da müəyyən xanım da ailə quranda bilir ki, kimlə ailə qurur. Yəni burada biraz insafla yanaşmaq lazımdır qarşı tərəfə. Əgər mən belə yanaşardım ki, əgər biz görürük ki, qarşımızdakı insan əlində olan imkanlarını böyük bir faizlə onsuz da xanımı üçün, ailəsi üçün sərf edirsə, onun üçün müvafiq şəraiti yaradırsa, imkanları daxilində, əlindən gələn ən yaxşısını eləyirsə, bundan artıq sırf bəydir deyə yüklənim ki, yox, sən borcunu da eləməlisən. Bu artıq bilirsiniz hara gətirib çıxarır? Sevginin ölməsinə, hörmətin ölməsinə.